Evli biri ilə münasibətim var, nə etsəm də ayrıla bilmirəm. Bu duyğudan necə qurtulum? Toksik münasibətdir. Əslində bunun kökünə enmək lazımdır ki, evli biri ilə münasibətdə olan xanımın evli adamın xanımı ilə rəqabət hissi var. Və bu rəqabət hissini o zamanında özündən böyük bir qadına qarşı yaşayıb, yəni uşaqlığında sevdiyi adam burada ata ola bilər, baba ola bilər. Anası ilə olan rəqabəti, məsələn, ana döyəndə ata onu müdafiə edib, uşaq ata ilə yatmaq istəyib, ananı ataya qısqanıb və s. Və davamlı olaraq uşaq şuuraltısında qadınla rəqabət müharibə gedib və bu günləri də o müharibəni etməkdən ötürü duyğusu var axı, bu vərdişi var axı, bu vərdişi həyata keçirtməkdən ötürü də bugün də evli kişi ilə münasibətdə həmin kişinin arvadı ilə rəqabət edir.